Başımıza gələn bütün bəlalar günahların nəticəsindədir. Günah qəlbi viran qoyur və insanın aqibətini şərr eləyir, aqibəti pis qutarır insanın. Şeyx Şuştəri deyir ki, heç bilmirəm ömrümün axır saatı, ömrümün ən xoşbəxt günü olacaq ya ən bədbəxt günü. Bilmirəm ki, qəlbim o gün Allahın yanında olacaq, yoxsa başqa yerlərdə olacaq. Qəlbin genişliyi qiyamətdəki mənzilimizi müəyyən edir. Deyir, cənnətdə geniş mənzildə olar. O hardandır, o genişliyi nədir? O dünyanın ölçüləri iləndir, o başqa ölçülərləndir. Ruhun böyüklüyünün kənardakı təzahürü cənnətdəki mənzillərdir. Bir qədər səbr eləmək lazımdır. 50-60 il səbr eləmək. Günahlarla mübarizə aparmaq. Sonra ləhum fiha ma yaşaun. Orada ürəyiniz istəyən hər şey var. Orada sonsuz nemətlər sizin üçün hazırlamışam.